Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Dünən sizlərlə Word proqramına aid önəmli məlumatlar paylaşdım və Word proqramını daha səmərəli necə öyrənmək olar, bunu qeyd elədim dünənki videoda. Bu gün isə həmin dərsin davamını paylaşacağam. Dərsin izahına keçməmiş kiçik bir məlumatı və önəmli bir məlumatı sizlərin nəzərinizə çatdırmaq istəyirəm. İnformatikadan artıq qəbul imtahanı yaxınlaşdıqca tələbələr çoxlu sayda sınaqlar işləmək istəyir və əlbəttə ki, qəbul imtahanı səviyyəsində olan sınaqlar işləmək istəyir. Bunun üçün mənə çox deyirdilər ki, müəllim, nə etmək lazımdır? Artıq proqramın böyük hissəsini keçdiyinizə görə siz bu sınaq kitabını əldə edib öz biliklərinizi daha da təkmilləşdirə bilərsiniz. Söhbət nədən gedir? Keçən ildə tələbələrin əksəriyyətinin istifadə elədiyi informatika 90 sınaq test toplusu. Hər biri qəbul imtahan səviyyəsinə uyğun hazırlanmış 90 sınaqdır və ümumilikdə bu sınaqlarda, yəni bu test toplusunda 2250 sual mövcuddur və hər bir sınaqda qəbul imtahanı səviyyəsində və tipinə uyğunlaşdırılmışdır. 20 sual qapalı, 5 sual isə açıq formadadır. Və keçdikcə, yəni mən də buradan bir neçə sual izah eləyəcəm növbəti videolarda, hətta bəzən bir neçə sınaq da izah eləyəcəm ki, kanalımda keçən ildə bu sınaq toplusundan izah elədiyim bəzi videolar var, yəni testlər var, onlara geri dönüş edib baxa bilərsiniz. Toplunu əldə etmək üçün isə sadəcə kursumuzla əlaqə saxlaya bilərsiniz və yaxud da mənə yaza bilərsiniz, mən sizi yönləndirə bilərəm. İndi isə keçək Word proqramının ikinci dərsinə. Mən keçən videoda sizlərə tablar, qruplar, əmrlər barəsində danışmışdım ki, bunlar nələrdir və yadınızda qalıbsa dünənki dərsimiz mən mübadilə buferi qrupu, yəni clipboard və font qrupu barəsində danışmışdım. Bu gün isə ardıcıllıqla geçsək, paragraf, styles və editing qrupu da barəsində danışacağam. Başlayaq elə paragraf qrupundan. Paragraf Azərbaycan dilində abzaslar olaraq səsləndirir. Burada yerləşən əmrlərin hər birinin adlarını bilsəniz yaxşı olar. Təbii ki, praktik olaraq siz bunu bilməyə də bilərsiniz, amma imtahana hazırlaşırsınız deyə bunları mütləq şəkildə öyrənmək lazımdır. Və bunun üçün də nəzəri bir, belə deyə, məlumatların yazıldığı PDF ehtiyac var. Bu da bizim kursumuzun kitabıdır. Mən buradan da bir-bir sizə deyəcəm. Ən birinci əmr bu hissədə yerləşən bullets, yəni markerlər əmridir. Bax, söhbət bundan gedir. Bu bullets adlanır. İkinci yerdə yerləşən numbering, yəni nömrələmə, bu abzasların qarşısına avtomatik nömrə qoyur və yaxud da hərf qoyur. Biraz sonra bunların hər birini göstərəcəm. Və bu isə multilevel list, yəni çox səviyyəli siyahı yaratmaq üçündür. Gəlin bu üçü üzərində əvvəlcə işləyək, daha sonra isə digər əmrlərə nəzər yetirək. Ən birinci əmr nə dedik? Dedik markerlərdir. Biz müəyyən bir kateqoriyaya aid olanları sıralamaq üçün ya nömrələyirik, ya da markerlər qoyuruq. Məsələn, belə bir məlumat yazım. Deyirik ki, informasiyanın əsas xassələri, düzdürmü? Və bundan sonra sadalayırıq. Qoşa nöqtə qoyub sadalayırıq. Mən bura marker qoymaq üçün artıq bax buradakı ballet, yəni markerlərdən istifadə edəcəm. Gördüyünüz kimi fərqli formada markerlər var. Daha çox markeri də bu hissədən biz simvollar hissəsindən görə bilərik. Daha çox marker əldə etmək mümkündür. Tutaq ki, biz elə sıradan bir marker qoyaq, bu hissədəki dairəni qoyaq. Vurduq, artıq markerlənmə başladı. Yazıram, tutaq ki, adekvatlıq. Enter düyməsini vurduqca hər dəfə yeni bir marker əlavə eləyir. Tutaq ki, olsun carilik və ya aktuallıq yazaq. Daha çox səslənir. Bu aktuallıq. Əgər siz markerləməni bitirmək istəyirsinizsə, enter vurandan sonra, yəni bu formada bir şey yazmayın, yenə enter düyməsini vurun və markerlənmədən çıxır. Yenidən mətninizə davam edə bilərsiniz. Bax bu formada. Bu oldu markerləmə. İkinci gəlir nömrələmə. Bəzən biz əlbəttə ki, markerləmə yox, nömrələmədən istifadə edirik. Tutaq ki, algoritmin 4 xassəsi var. Düzdürmü? Algoritmin 4 xassəsi var. Və biz artıq sıralamalıyıq 1, 2, 3, 4. Enter düyməsini vurdum. İndi isə nömrələmə əmrinin üzərinə vururam və 1 yazdı. Yazıram, tutaq ki, diskretlik. Enter düyməsini vururam, avtomatik 2 eləyir və bu bizə əlbəttə ki, daha rahatdır, sürətli formada biz istədiyimiz qədər nömrə əlavə edə bilərik. Növbəti isə gəlir çoxsəviyyəli siyahı. Çoxsəviyyəli siyahı nə üçün istifadə olunur? Yəqin ki, böyük həcmli kitablarda görmüsünüz ki, tutaq ki, yazır Manna dövləti 1, sonra yazır 1.1 Manna dövlətinin yaranması, sonra 1.2 Manna dövlətinin inkişafı. Bax, bu formada biz çoxsəviyyəli siyahı yarada bilərik. Hazırda onu da etməyə cəhd edəcəm. Tutaq ki, bu hissəyə 1.1-dən buradan başlayaq, yazaq Manna dövləti. Manna dövləti formada yazdıq. İndi enter düyməsini vurdum, 2 oldu axı. Bizə lazımdır 1.1. Onda tab düyməsinə vururam. Gördüyünüz kimi 1.1 almış oldu və yazıram Manna dövlətinin
Tutaq ki, yaranması. Enter düyməsini vursam 1.2 olur. Tutaq ki, qısa yazım buradan. İnkişafı. İndi biz əgər 1.3 eləyiriksə bunu, yəni bu formada davam eləyəcək də 1.1. Yox, əgər 1.2-nin də 1.1-ini yaratmaq istəyirsinizsə, o zaman yenidən heç nə yazmayıb tab düyməsinə vurursunuz. Və yaxud da artıq manna dövləti ilə işimiz bitdi, başqa bir dövlət yazırıq. Sonra backspace düyməsinə vuraraq geri-geri gedirik. 2 yazırıq, tutaq ki deyirəm, yazırıq buradan Atropatena. Enteri vururuq. 2.1 üçün yenidən tab düyməsini vururam. Bu formada çox səviyyəli siyahı yaratmaq mümkündür. Bu da oldu multilevel list. 3 əmri öyrəndik. Keçid alaq növbəti əmrlərə. Burada yazılan əmrlər decrease indit və deməli increase indit. Bunlar nə işi görür? Burada qeyd eləmişik. Abzası sola və sağa sürüşdürür. Yəni sol tərəfdən və sağ tərəfdən boşluğu artırır. İndi gəlin biz bunu da nəzər yetirək. Bir daha bunu qeyd edeyim. 2 əmrə bir yerdə baxaq, hətta 3 əmrə bir yerdə baxaq. Sort nə deməkdir? Sıralamaqdır. İngilis dilindən tərcümədə belə olunur. Seçilmiş abzasları, ümumiyyətlə abzasları sıralamaq üçündür. Əlifba sırası ilə və yaxud əgər abzasda ədəd tipli məlumat varsa, ədədləri də böyükdən kiçiyə və ya kiçikdən böyüyə doğru düzə bilərik. Show height düyməsi isə çap zamanı görünməyən simvolları göstərir. İndi gəlin bunların üçünə də nəzər yetirək. Ən birinci bu hissədən nədir bu? Decrease indit. Yəni bura qoysam kursoru, bax bu düyməyə vursam, hətta belə eləyək, birinci bu formaya vuraq. Gördüyünüz kimi, bax sağa doğru ox işarəsi olana vursam, sağa doğru sıxma deməkdir bu. Yəni sol tərəfdən boşluğu artırıram. Gördünüz, sağa doğru sıxıram. Xüsusilə biz ərizələri yazarkən, tutaq ki, mən filankəs müraciət edirəm filançəyə. Bu hissədən yazırıq adətən məlumatları. Əgər siz sol tərəfdən boşluğunuz çoxdursa, deməli bunu azaltmaq istəyirsinizsə, onda sol tərəfə doğru sıxma. Yəni bu istifadə etdiyimiz sağ tərəfə doğru sıxırdı mətni. Bu isə sol tərəfə doğru gördüyünüz kimi sıxmış olur. Bax bu qaydada sıxa bilərik sol tərəfə doğru. Deməli bunun biri nə oldu? Bunun biri sağa doğru sıxma oldu. Yəni soldan boşluğu artırır, digəri isə sol tərəfə doğru sıxma oldu. Bundan əlavə burada qeyd etdiyimiz abzasları sıralamaq, yəni sort əmrimiz var. Bunu da necə edə bilərik? Mən indi bu hissədən yeni bir məlumat yazım. Tutaq ki, yazıram buradan Azər, bura yazıram Cavid, bura yazıram deməli Babək, bura yazıram tutaq ki, Eltun və bura yazıram Davud. Gördüyünüz kimi burada əlifba sırasına görə düzülməyib. A, C, B, Y, D. İndi nə edirik? Bu abzasları seçirik və ondan sonra gəlirik A-dan Z, yəni sort əmrinin üzərinə. Avtomatik başa düşür, deyir abzasları sıralamaq istəyirsən, bəli. Tekstdir burada, bəli. Ascending artan sırayla da A-dan Z-ə, descending isə azalan sıra. Mən artan sırayla istəyirəm. Ok düyməsinə vururam. Gördüyünüz kimi A, B, C, D. İlk baş hərfləri abzas üzrə sıralama oldu. Descending isə azalan sıradır. Bu dəfə isə gördüyünüz kimi Elton yuxarıdan başladı, Azər ən aşağıda oldu. Eyni əməliyyatları biz ədədlər üzərində də göstərə bilərik. Tutaq ki, deyirəm, bura yazıram 14, bura yazıram 16, bura yazıram 15, 13, 18 və yuxarı qaldıraq bunu belə. İndi seçdim bunları. Əgər artan sırayla istəyirəmsə, avtomatik görürsüz, tipi oldu number, yəni ədəd tipli oldu. Artan sırayla ascending edirik, 13-dən 18-ə qədər artdı. Azalan sırayla eləsək, o zaman descendingə vururuq. Gördüyünüz kimi bu formada artmış oldu. Və bunu da öyrəndik. Növbəti düyməmiz show height düyməsidir. Çapda görünməyən simvolları göstərmək üçün. Əslində Word-ün yaddaşında bizim bu manna və dövlət arasında qoyduğumuz boşluq, hər bir abzasın sonu, bunlar hamısı bir işarədir. Word-ün belə deyək daxilində. Sadəcə biz onu çapda görmürük. Bir dəfə buna vuran kimi çapda görünməyən simvolları görmüş oluruq. Görürsüz, hər abzasın sonunda bax belə bir işarə var. Həmin o əmrin elə piktoqramı o işarədir. Hər bir abzasın sonunda həmin işarədir. Və ya sözlər arasında biz probel, yəni space barla boşluq qoyuruq. O proqramın yaddaşında nöqtə olaraq qeyd olunur. Amma əlbəttə ki, bunların heç biri çapda görsənmir. Bir də biz bunu nə üçün istifadə edirik? Tutaq ki, baxın, mən bu hissədə hər hansısa bir sözü gizlədirəm. Bu nə demək, daim müəllim? Sözü də gizlətmək olur. Əlbəttə, söz, cümlə, ümumiyyətlə mətni gizlətmək olur. Məqsəd sözünü bu hissədən seçirəm mən və font qrupunun dialoq pəncərəsindən hidden əmrinə vururam. Bir də deyirəm font qrupunun dialoq pəncərəsi, bu düymə ilə açılan font qrupunun pəncərəsindən hidden əmrini seçdim və gizləndi. Baxın, bu silinmədi, gizləndi. Əgər siz bunu görmək istəyirsinizsə, əlbəttə bu çapda da görsənməyəcək. Görmək istəyirsinizsə, yenə də show height düyməsindən istifadə edirsiniz. Gördüyünüz kimi artıq məqsəd sözü bu hissədə göründü. Yenidən seçirəm bunu, hidden əmrinin üzərinə vururam və gizliyini aradan qaldırıram. Yenidən show height düyməsinə vurub qayıtsaq sənədə, gördüyünüz kimi məqsəd sözü yenidən bizim mətnimizə
mətnimizdə görünmüş oldu. Bunu da elədik. Bundan əlavə ən çox istifadə olunan əmrlər var burada. Burasına çox diqqətlə qulaq asın. Həm praktikada, həm də nəzəri hissədə bu sizin köməyinizə lazım olur. Xüsusilə praktika eləyənlər. Məsələn, mən görürəm tələbələr bir çoxu başlıq yazarkən space bardan istifadə edir. Yəni mən bunu bu formada da göstərim. Elektron klaviaturadan elə bilin ki, bu da sizin klaviaturanızdır. Görürəm spacebar'a çoxlu-çoxlu vururlar və gətirirlər mərkəzə. Təsadüfən indi bir mərkəzdən biraz qıraqda ola bilər. İndi göz nəzəri eləyirlər də bu formada eləyəndə. Əlbəttə bu çox da belə deyək, tövsiyə olunan bir yol deyil. Həm vaxtınızı alacaq, həm də dəqiqlik olmalıdır. Baxasan ki, sol tərəfə meyl edir, sağ tərəfə. Ən rahatı bax paraqraf, abzaslar qrupunda bu 4 dənə əmrlə işləməkdir. Birinci əmrimiz sol tərəfə düzləndirmədir. Tutaq ki, baxın, əgər biz məlumatları tutaq məlumat hər hansısa bir sənəddə ortadadır. Düzdür, sən istəyirsən soldan yazılsın. Onda bu formada vurursan soldan yazılır. Ümumiyyətlə gördüyünüz kimi biraz da yaxınlaşdıra bilsəm əla olacaq. Sizlər də yaxşı görərsiniz bunu. Baxın bu piktoqramda görürsüz, sol tərəf nizamlı şəkildədir. Sağ tərəfdə isə sətirlər girintili çıxıntılıdır. Yəni biri uzundur, biri qısadır, biri uzundur, biri qısadır. Bu nəyə görədir? Çünki əmr bunu bizə çatdırmaq istəyir ki, sol tərəf nizamlı olur, sağ tərəf girintili çıxıntılı. Baxın bizdə hazırda vəziyyət budur. Fikir verin mənim seçdiyim abzasa. Sol tərəfi səliqəli bir şəkildə düz, sağ tərəfdə isə cümlələr yəni tam olaraq bu hissəyə doğru eyni düzbucaqlı formasını verməyib. Tutaq ki, birinci sətir qısadır, ikinci sətir ondan uzundur, sonra ondan qısadır və bu formada gördüyünüz kimi sağ tərəf girintili çıxıntılıdır. Çünki bu əməliyyatın adı align left, yəni sola düzləndirməkdir. Sol tərəf səliqəli olmalıdır. Bu birinci əməliyyatımız. Kontrol klaviaturadan L düyməsi, left. Bu isə mərkəzə düzləndirməkdir. Mərkəzə düzləndirmək ən çox biz başlıqları yazarkən istifadə olunur. Mövzunun adını yazarkən. Məsələn, Ctrl-Y, yəni əlbəttə ki, Ctrl-C olmaz, çünki Ctrl-C kopyalamaqdır. Center ikinci hərfi E-dir, ona görə Ctrl-E, belə yadda saxlayın. Office proqramları abzasındayam və bir dəfə vursam gördüyünüz kimi tam olaraq mərkəzə gəlmiş oldu. Görürsüz, çox rahatlıqla eləyə bilərsiniz. Bəs müəllim, bu nədir? Bu sağ tərəfi düzləndirilmiş eləyir, sol tərəf isə girintili çıxıntılı. Bax bu formada. Fikir verdiniz? Ərəblər axı sağdan sola doğru yazır. Onlarda sağ tərəf daha düzdür, sol tərəf girintili çıxıntılı ola bilər. Gördüyünüz kimi sağ tərəf daha nizamlı, sol tərəf isə girintili çıxıntılı oldu. Və ümumiyyətlə rəsmi sənədləri işləyərkən səliqəli görsənsin deyə bizim istifadə etdiyimiz bu Ctrl right idi, sağa düzləndirmə idi. Ən çox istifadə edilən isə ən axırdakı justify, yəni ədalətli, bərabər sol və sağ tərəfdən nizamlı bir şəkilə abzası gətirmiş olur. Gördüyünüz kimi daha səliqəli formada görünmüş oldu. Bu da Ctrl-J düyməsidir, justify. Növbəti əmrimiz isə sətirlər və abzaslar arasında məsafəni təyin edir. Üzərinə də gələndə zaten yazılır. Line and paragraph spacing. Line sətir deməkdir. Sətir və abzaslar arasında məsafələr. Baxın, sətirlər arasında məsafəni buradan tənzimləyə bilərsiniz. Gördüyünüz kimi, burada verilən təşriflərdən birini icra edə bilərik. Line spacing optionsa daxil olduqda, burada line spacing, yəni burada ölçünü siz təyin edirsiniz. Tutaq ki, 2 punkt arasında boşluq olsun, 2 abzas qədər, yəni 2 boş sahə qədər. Bu sətirlər arasındakı, bax bu 2 boş sahə qədər. Ok düyməsinə vursaq, gördüyünüz kimi, boşluğu biz artırmış olduq. Bax, bu qaydada icra edə bilərik. Həmçinin burada çoxlu sayda əməliyyatlar var. Məsələn, indentation var. Aşağı hissəyə baxsanız, ön baxışı da buradan verir. Left nə deməkdir? Sol tərəfdən boşluğu artırır. Görürsünüz, sol tərəfdən boşluğu artırır. Mən buradan artırdıqca aşağıda sol tərəfdən boşluğu artırır. Bu isə sağ tərəfdən boşluğu artırır. Görürsünüz, right elədikcə sağ tərəfdən boşluğu artırır və s. Burada başqa nə əməliyyatlar var? Spacing əməliyyatı var ki, bu cari abzasla özündən əvvəlki və özündən sonraki abzas arasında məsafəni təyin edir. Baxın, biz ikinci abzasa gəldik. Özündən əvvəlki abzas budur, yuxarıdakı, yəni bu hissədir. Özündən sonraki isə budur. İndi mən bu kursoru bura qoyuram və gəlirəm həmin pəncərəni yenidən açıram. Nə dedim? Dedim before əvvəl deməkdirsə, bu özündən əvvəlki abzas arasında məsafəni artırır. Ön baxışa da baxın, nə qədər artırsam bir o qədər çox olur. Gördüyünüz kimi artırdım. After isə özündən sonraki abzas arasındakı məsafəni artırır. Bax, aşağıdan da görürsünüz, indi də görəcəksiniz. Özündən sonraki abzas arasında məsafəni artırmış oldum. Bundan əlavə, burada nə düymələri var başqa? Demək, burada bir düyməmiz shading, yəni abzası doldurma əmridir. Hər hansısa bir abzası rəngləmək istəyirsinizsə, əlbəttə ki, abzas üzərində kursoru qoydunuz, həmin bu rənglərdən birini seçirsiniz, gördüyünüz kimi abzası rəngləmiş olursunuz. Şriftləri yox, abzasda rəng veririk biz.
Bax bu formada. Və yaxud da abzası siz müəyyən bir çərçivəyə almaq istəyirsinizsə, altdan xətt qoya bilərsiniz, üzərindən xətt qoya bilərsiniz, sol, sağ və yaxud da bütövlükdə abzası çərçivəyə almaq mümkündür. Bu da oldu abzaslar qrupu. Ümid eləyirəm ki, hər şey bu hissədən sizə aydın oldu. Bu hissəni də sürətli deyim, üslublar qrupu. Üslublar qrupunda isə biz şriftlərin üslublarını təyin edirik. Gördüyümüz kimi biz sadə üslubla işləyirik, yəni normal üslubla. Başlıq üslubları var burada, daha çox üslublar var. Həmçinin özünüz də yeni bir üslub yarada bilərsiniz. Style-dan vursanız, şriftin ölçüsü, tipi, rəngi və s. bunları eləyə bilərsiniz. Məsələn, Heading 1 Office proqramları seçdim və Heading 1 eləsəm, gördüyünüz kimi göy rəngdə, yəni belə deyək, daha rəngli və şriftin tipi də əlbəttə ki, dəyişdi. Kalibri light oldu. Başlıqlarla çox rahat işləmək olar əslində və səmərəlidir. Çünki gördüyünüz kimi bax bu hissəyə belə bir işarə əlavə elədi. Bax bu formada mən bunu yığsam, yəni çox rahatlıqla açıb, bölməni açıb və yaxud da bağlaya bilərəm. Yəni başlıqlar əslində mündəricət yaratmaq üçün istifadə olunur. Bunları da növbəti dərslərin birində deyəcəm. Bu videonun həcmi uzun olmasın deyə bu dərsdə mündəricət yaratmağı hələ demirəm. Bir növbəti əməliyyatımız, daha doğrusu qrupumuz editing qrupudur, düzəlişlər qrupu. Birinci əməliyyat find sənəd daxilində axtarış icra etməkdir. Find-a vurduqda hər hansısa bir söz yazsanız, məsələn, yazıram buradan Word sözü. Word sözü yazsaq, bu sənəddə neçə dəfə Word sözü istifadə olunub? 4 yerdə istifadə olunub. Nəticələr, results nəticələr verdi. Hansı səhifələrdə istifadə olunub? Zaten sənəd bir səhifəlikdir deyə burada birinci səhifəni göstərir. Headings isə başlıqlardır. Bu sənəddə deməli bir dənə başlıq var. O da Word deyil, Office proqramları adlanan bu hissədəki başlığımızdır. Deməli, find axtarış deməkdir. Təbii ki, axtarışın çoxlu sayda təkmilləşdirilmiş versiyaları var. Məsələn, advanced find təkmilləşdirilmiş axtarış deməkdir. Bu hissədə də nələr var? Daha təkmilləşdirilmiş necə axtara bilərik? İndi biz Word yazdıq, kiçik böyük fərqi yoxdur. Bütün Word yazılarını tapıb bizə gətirir. Amma biz böyük kiçikliyi nəzərə almaq istəyirsinizsə, o zaman match case-ə vurmalısınız. Artıq siz necə yazmısınızsa, birinci hərf böyük yazmısınızsa, deməli bu formada olan Word-ləri gətirib çıxaracaq. Və ya şəkilçi olsun, şəkilçisi olsun, şəkilçisi olmasın. Bunu nəzərə almaq istəyirsinizsə, o zaman ikinciyə vuracaqsınız. Nə deməkdir bu? Biz ikinciyə vursaq, Word-ün yanına nəsə yazmışıqsa, artıq onları götürməyəcək. Yalnız bura nə yazmışıqsa, o tipdən qəbul edəcək. Yəni tutaq ki, Word-də yazmışıqsa, onu tapmayacaq. Və bunu mən nümunə üzərində istəyirəm göstərim. Word sözü yazmayaq, yaxşı bir öz dilimizdə bir söz yazaq. Tutaq ki, kitab, düzdürmü? Yazıram bura. Kitabxana, bura yazıram. Kitabçı, burada yazıram. Tutaq ki, kitabda. Aha. İndi mən nə edirəm? Yenidən Ctrl F düyməsini vuraraq bu hissədə görürsüz navigation pane, yəni axtarış panelini aktivləşdirirəm, yəni sözün tapılması üçündür. Və yaxud da find hissəsindən gəlirəm, advanced find eləyirəm. Bax bu formada açdıq, düzdürmü? İndi mən bura yazıram kitab. Bura yazıram kitab və aşağıda görürsüz heç bir buradan əmri seçməmişəm. Əgər mən axtarış eləsəm, yəni buradan find next eləsəm, tapdı bunu. Bir dəfə də find next-in üzərinə vururam. Bunu da tapdı, bunu da tapdı, düzdürmü? İndi mən deyirəm ki, bu ikinci əmrə vursam, yazılmış sözü birə-bir eyni axtar, yəni. Kursoru qoyuram bu hissəyə yenidən, ikincini vurdum. Baxın, kitabı görürsüz necə yazmışam. Həmin kitabı kök artıq şəkilçiləri olanı qəbul eləməyəcək. Kitabxana, kitabçı, kitabda bunları qəbul etməyəcək. Find next-ə vurdum, seçdi bunu. İkinci dəfə vuranda deyəcək ki, artıq sənəddə axtarış yekunlaşdı. Başqa mən sırf kitab olan sözü tapa bilmədim. Diqqətli olun, şəkilçiləri atırıq ikincini seçəndə. Bəs müəllim, bu birinci dediyiniz nə idi? Match case. Bu böyük kiçiyi nəzərə alır. Tutaq ki, bura yazsaydım bir dənə baxın, kitab balaca hərflərlə. Normalda əgər bu passivdirsə, bu hissəni seçəcək. Həm bunu, həm bunu, həm bunu da. Hamısını seçir də, yəni bu formada. İndi isə mən match case edirəm, böyük kiçikliyini nəzərə al. Şəkilçini demirəm, ha, sırf böyük kiçikliyini deyirəm. İndi bu ikinci kitabı görməzdən gələcək. Çünki mənim yazdığım kitabda birinci hərf böyükdür, digərləri kiçikdir. Bir dəfə vurdum, görürsüz bunu götürdü. Bunu da götürdü, bunu da. Bir də birincini götürəcək. Yenidən find next eləsəm, ikincidən yox, üçüncüdən başlayacaq. Fikir verin, bir dəfə də vuraq indi find next eləyək. Bura qoyaq kursoru, hə. Bura vurdum, bir dəfə də vuraq, görürsüz 1-dən 3-ə gəldi. Yəni böyük kiçik hərfləri nəzərə aldı. Bu da belə. Replace əmri nədir? Əvəz eləməkdir. Elə kitab sözünün üzərində göstərim. Seçirəm bunu. Mən deyirəm kitab sözü istifadə olunsun tax ki, məktəb sözü ilə və yaxud da nə yazaq? Elə olsun məktəb sözü ilə. Harda kitab sözü görürsə, həmin o kitab sözünü məktəb sözü ilə əvəz eləyir. Davam eləyək. Deməli, match case-i buradan qaldıraq. Hə, indi replace eləyək. Əvvəlcə tapsın.
Aha. Ya birinci doğrudan söz yazmalıyıq. Find kitab yazmalıyıq. İkincidə əvəz olunacaq söz. Məktəb fikrim getdi. Harda kitab görürsə onu məktəbdən əvəz eləsin. Replace vurduq, məktəbxana. Vurduq, məktəbçi. Mənasız sözlərdir, amma hər halda göstərmək üçündür. Burada da kitab sözü var, onu da məktəb sözü ilə. Hamısını gördüyünüz kimi əvəz elədim məktəb sözü ilə. İşimizi bir balaca yüngülləşdirdik. Və bir də son olaraq go to əmri var. Bu nə işi görür? Go to əmri isə sənəd daxilində keçid eləyir. Nələrə keçid eləyə bilərsiniz? Baxın, page bir səhifədən digər səhifəyə, bölmələrə, section, sətirlərə, əlfəcin, şərhlərə və yaxud da səhifə sonu, sənəd sonu istinadlara keçid eləyə bilərsiniz. Cədvəllər arasında qrafiklər, düsturlar, obyektlər arasında keçid eləyə bilərsiniz. Mən səhifələr üstündə nümunə göstərim. Səhifələrimin sayını çoxaltdım. Altdan da indi görsənəcək neçə səhifə olduğu 30 səhifədir. Və mən indi kursor qoyuram bu səhifəyə. Yəni 28-ci səhifədəyəm, aşağıda göstərir. Ctrl-C düyməsini vurdum. Find and Replace bu hissədə Go to pəncərəsi açıldı. Daha doğrusu Find and Replace pəncərəsinin Go to bölməsi açıldı. Və mən deyirəm ki, buradan keçmək istəyirəm. Tutaq ki, 17-ci səhifəyə. 17 yazdım, Enter düyməsinə vurdum və bu artıq məni 17-ci səhifəyə apardı gördüyünüz kimi. Bir də burada toplama və çıxma işarələrindən istifadə olunur. Burada diqqətli olun. Əgər biz 17-ci səhifədəyisə, keçmək istəyiriksə 29-a, ya 29-u belə yazıb keçə bilərsiniz, ya da 17-ci səhifənin üstünə 12 səhifə gəlirsiniz, bu sizə 29-a aparmış olur. İndi kursor 17-dədir hazırda, 12 yazdım və go to-ya vuran kimi aşağıda görürsünüz 29 yazıldı. Bəzən tələbələr belə sual verir və qəbul imtahanında da bu bəzən düşüb. Deyir müəllim, hazırda 24-cü səhifədəsiz. Üzərinə 12 gələndə bu 36 səhifəni verir. 36 səhifə bizdə yoxdur axı. Baxın, siz yuxarı limitdən əgər səhifə sayını keçirsinizsə, yəni sənədinizdə 30 səhifə var, amma siz 24-ün üstünə 12 gəlib 36 alırsınızsa, sonuncu səhifəyə keçid eləyəcək. Yəni 30-cu səhifəyə keçid eləyəcək. Eyni şey çıxmaq üçün də keçərlidir. 30 səhifədir. Tutaq 31 çıxıram, -1 eləyir axı. Onda ilk səhifəyədir. Aşağı sərhəddən keçəndə ilk səhifəyə aparır, yuxarı sərhəddən limiti keçəndə son səhifəyə aparır. Gördüyünüz kimi -31 yazdım, birinci səhifəyə keçid eləmiş oldu. Bu da oldu go to əmri. Bunu da öyrənmiş olduq. Buna aid də qəbul sualları var və sonuncu əməliyyatı deyim, bununla da bitirək. Videonun həcmi bayağı uzun oldu. Select əmri. Select seçmək deməkdir. 4 dənə əsas burada əmr var. Bütün sənədi seçmək. Gördüyünüz kimi bütün sənədi seçdim. Yeri gəlmişkən qəbul imtahanı yaxınlaşdıqca bütün sənədi və yaxud da sətir, abzas, cümlə necə seçilir, bunlar barəsində də çox danışacağam. Hələ ki ümumi danışıram. Select obyekt, obyektləri, yəni hər hansısa bir fiqurları seçə bilərsiniz, şəkilləri seçmək mümkündür. Bu isə eyni formata malik olanları seçməkdir. Tutaq ki, eyni formata malik nə var? Adekvatlıq sözünün üzərində vurdum. Bununla eyni formata malik olanları seçir. Görürsüz? Eyni formata malik olanlar, bax bunlar. Bunları seçmiş oldum. Və yaxud da burada bir dənə də Selection Pane adlanan pəncərə var. Burada da biz əgər hər hansısa bir fiqur əlavə ediriksə, həmin fiqurun adı görsənir. Görürsüz, oval yazıldı. Və siz bunun əgər sənəd daxilində görünməyini istəmirsinizsə, bu göz işarəsindən bir dəfə vurursunuz və görünmür sənəd daxilində. Bir dəfə vuran kimi isə yenidən sənəddə görsənmiş olur. Yəni, bunun sayını təbii ki, çoxalda da bilərik. Hamısı bura düşmüş olur. Hamısını birdən gizlədib, hamısını birdən göstərə bilərik. Və nəzərə alın ki, bunlar çatda görsənir. Yəni, biz bunu Ctrl-P eləsək, bunların hər biri çatda görsənmiş olur. Beləliklə biz Home tabını yekunlaşdırmış olduq. Təbii ki, istədim ki, yorucu olmasın, yoxsa uzun-uzadı danışmaq olardı. Belə, növbəti dərsimizdə də çalışacağam ki, sizlərə Word proqramı və digər proqramlardan ən lazımlı olan hissələri çatdırım. Şərh yazmağı unutmayın. Növbəti videoda görüşənədək.